xeyir. Bugün mən sizə ana-bacı hekayəsinin izahını verəcəm. Deməli, hekayə müəllifin dilindən danışılır. Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarından gölməçələrin yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. 60 yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçası uzatdı. Deməli, burada gecədə güclü yağışın yağdığını görürük və bununla yanaşı müəllif bir qadının portretini yaradıbdı. Oğlum, al bu kağızı oxu, gör kimə çatacaqdı. Bu sözlər elə yanıqlı bir səslə, elə miskin bir tərzdə dedi ki, ürəyimdə hiss etdiyim ağrıdan bütün vücudum titrədi. Gözlərim dərhal gözlərinə dikildi. Ruhunun, qəlbinin iki dumanlı pəncərəsi olan o donuq, o sönük gözlər 60 illik səfil həyatının acı, fırtınalı tarixindən nələr söyləmirdi. 60 xəzanın şahidi olan o şikayətçi gözlər həyatının uçurumlu, tikanlı yollarında yıxıla-yıxıla süründüyü zaman ona daş qəlbi ilə laqeyd baxan milyonlarla gözlərdən nələr anlatmırdı. Deməli, müəllifə kağız uzadır. Müəllif artıq ona baxanda özündə bir növ qadın haqqında bir növ təsvirlər formalaşır. Artıq onun 60 illik həyatı sanki müəllifin gözünün önündə canlandırılır. Mənə uzatmış olduğu özü qədər solğun, sarı kağız parçasını alıb oxudum. Ata-baba Quluoğlu 6 baş ailə sahibidir. Kağızın yalnız bu cümlə yazılmışdı. Kağızı ona uzadaraq, nənə, ata-baba kimdir deyə soruşdum. Qadın üzümə dik baxaraq, mənim oğlumdur, dedi. Bu təvəkkül səsində bir dirilik, bir ümid əsəri vardı. Siması indi başqa bir rəng, başqa bir şəkil almışdı. Yenə birdən-birə əvvəlki tərzdə bu kimə çatacaq, sən onu oxu, dedi. Nənə, o xüsusda bir şey yazılmamışdı. Sadəcə kağızda onun oğlu və 6 baş ailəsi olduğu yazılmışdı. Amma kimə, nə üçün verildiyi yox idi. Qadının qolları ümidsiz bir halda yanına düşdü. Allah əkbər, bir həftədir ki, bu kağızı yazdırıb başa çıxara bilmirəm, deyə üzü bulud kimi qaraldı. Deməli, biz qadının dilindən görürük ki, bu kağızı bir həftə ərzində hələ də yazdırıb başa çıxara bilmir. Çünki qadın savadsız qadın idi. Ruhunu sızladan həzin çırpıntılara, qəlbini inlədən dərin yaralara tərcüman olmayan bu kağız parçasını iki barmağı arasında sıxaraq çaşqın bir halda bəs mən nə edim deyə yavaşca pıçıldadı. Deməli, bunu müəllifə yox, yavaşca öz-özünə pıçıldayır. Səfalətin canlı bir heykəli olan qarının almış olduğu vəziyyət məni çaşdırdı. Deməli, səfalətin canlı bir heykəli kimi müəllif onu görürdü. Ona baxaraq düşünürdüm. Bu zavallı qarı 60 illik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ifadəni neçə dəfə təkrar etmişdi. Bəs mən nə edim? Neçə dəfə bu dumanlı və qaranlıq sual cavabsız qalaraq ürəyinin dərin güşələrində görülmüşdü. Bəs mən nə edim? Neçə dəfə bu çar, dilsiz mühitdən bu acı sualına cavab ala bilməmişdi. Hələ bu qarı tərəddüdlü və çaşqın vəziyyətdə qarşımda durur, həyatının qorxunc ildırımları alt-üst olan arzuları kimi ölgün, boynubükük kağızına baxırdı. Nənəcan, dedim, gəl bizə gedək. Deməli, müəllifin özü onlara dəvət edir qadını. Sənə istədiyin kağızı yazaram. Bərabər biz evə gəldik. Oturdu, ailə üzvlərimlə tanış oldu, anamla dərdləşdi. Uşaqlıqdan bəri onun ağır yumruqlar ilə əzən dərdlərini, fəlakətlərini bir-bir danışdı. Sonra dərindən içini çəkərək, deməli, bu ana-bacı bunlara 2 dəfə gəlir. Birinci gəlişində anası ilə tanış olur, dərdləşir və ta ki öz başına gələn fəlakətlərdən, dərdlərindən danışır. Oğlum, mən deyim, sən yaz, dedi. Mənim oğlum vağzalda qulluq eləyir, əllərini uzadaraq göstərir. Orada bir məktəb var, orada oxuyur. Yaz ki, mənim oğlumun heç kəsi yoxdur. Mən 2 qızımı, 2 dənə də nəvəmi saxlayıram. Sənin başın üçün 3 aydır naxoşdur, üşüdür, qızdırır. Deməli, oğlu 3 aydır naxoşdur. Əslində bu ərizə yazmaq istəyirdi, amma ərizə formasına yazıb bir növ başa çatdıra bilmirdi. Nənə, bu ərizəni oraya nə üçün verirsən? Qulluq versinlər. Vağzalda oğlun nə işlədir? Onu bilmirəm. Deməli, oğlunun nə işləməsinin haqqında da məlumatı yoxdur. Bu kağız kimə veriləcək? Naçalnika. Hansı naçalnik? Naçalniklər çox. Mən oxumuş adam deyiləm, onu sən bilirsən. Yaxşı, sən naçalniki tanıyırsan. Nənə, naçalnik çoxdur. Hansı naçalnikə yazılacaq? Onu bilməliyik, dedim, dərin bir sükut. Nənə, sən get evə, oğlundan get bunları öyrən. Birinci, bu ərizəni kimə veriləcək? İkinci, oğlun nə işləyir? Harada işləyir? Sabah bu zaman gəl, kağızı yazım. Qoca qadın sustu. Biraz düşündükdən sonra başını qaldırıb dedi. Sözüm yoxdur, ancaq bilmirəm, bu ərizənin başında nə var ki, bu gün 10 gündür yazılıb başa gəlmir. Deməli, burada artıq qadın deyir ki, 10 gündür ki, bunu yazmaq istəyirəm, yazdırıb qutara bilmirəm.
əlindəki köhnəlmiş kağız parçasını göstərək. Burada bir həftə deyirdi. Baxın, deyir ki, bir həftədir bu kağızı yazdırıb başa çıxara bilmirəm. 10 gündür də bu kağızın artıq üstünə düşübdür. Bax, bu bir nəfər bir həftəyə yazıb mənə veribdi. Deməli, yazılan kağız bir həftədir, 10 gündür adam axtarır. İlk 3 günü heç kimi tapmayıb, son bir həftədə də tapıb bunu yazdırıb. Nənə, onu kim yazıbdır? Nə bilim, sən kimi bir oğlan. Nənə, get bunları öyrən. Gəl, sabah deyir sənə kağızı yazıb verəcəyəm. Nə bilim, ömrün uzun olsun. İndi deyirsən sabah gəlim. Yaxşı, zəhmət verdim, sağ ol. Artıq biz burada ikinci hissəni görürük ki, başlayır. O birisi gün evə gəldiyim zaman nənə oturub məni gözləyirdi. Deməli, artıq müəllif evə gələndə görür ki, nənə oturubdu. Görüşdük, danışdıq, ruhumun ən incə tellərinə toxundum. Zavallı qarı yaralanmış dişi aslan kimi inləyərək, əvvəlləri çox dalğın, sonra get-gedə şirin bir dillə qeyb etmiş olduğu gəncliyindən, sevgi, sevinç dolu bahar günlərindən danışmağa başladı. Bir qədər gülüşdük, əyləndik, hətta adını belə öyrəndik. Adı Anabacı idi. Deməli, artıq müəllif onun ikinci gəlişində onun adını öyrənir. Nəhayət ortalığa yeni bir ərizə məsələsi atıldı. Nənə, dediklərimi oğlundan öyrənə bildinmi? Öyrəndim. Sən yaz ki, naçalnik oğluma bir kağız versin. Nə kağızı? Kağız versin ki, yoxsulda. 6 baş adam saxlayır, özü də qızdırma içində yanır. Yəni 6 baş deyəndə Dibəyək qarı dedi ki, 2 qızımı, 2 nəvəmi, bir özüdür, bir də qadında, yəni 6 baş olur da bu. Nənə, kağızı naçalnik vermir. Yox, sən yaz ki, naçalnik versin. Hansı naçalnik? Yenə bilmir hansı naçalnik. Qollarını ümidsiz bir halda yanıma düşdü. Bir anama baxdım, bir də dönərək anabacıya baxdım. O da heyrətlə mənə baxdı. Anam dedi, oğlum, qalq anabacı ilə bərabər get. Oğlu əhvalatı sənə desə. Anabacı üzü gül kimi açıldı. Ay atan rəhmət, belə yaxşıdır da. Qalxdım, bərabər getdik. Yolda soruşdum. Nənə, eviniz haradadır? İkinci küçə var, orada oluruq. Deməli, burada adresin yeri verilibdir. Çox uzaq deyil. Mən hər gün buralardan gəlib keçirəm. Xeyli getdikdən sonra dar bir dalan başında anabacının evinə yetişdi. Kiçik, qaranlıq bir otağa girdi. Otaq kasıb döşənmiş, 4-5 şəlpədən ibarət idi. Bir tərəfdə anabacının cəhrəsi durur. Otağın baş tərəfində xəstə oğlu ata-baba yataqda uzanmışdı. Qızdırmanın boğucu pəncəsi altında uzun müddətdən bəri əriyib qurumaqda olan bu gəncin sarı bənzinin yanaq sümüklərini çıxmış, qalın qara qaşları altında rəngsiz gözləri sönük-sönük parıldayırdı. Anabacı qapıdan içəri girincə görüşməyə belə imkan verməyərək titrək şikayətli bir səslə "Ata-baba, başın üçün, sən dediyin kimi demişəm, bu oğlan elə kağız yazılmaz" deyir. "İndi gətirmişəm, sən özün də yazsa." Gənc utancaq bir vəziyyət aldı. Mənə yer göstərdi. "Buyur otur" dedi. Görüşdük, danışdıq, sonra üzünü mənə tutdu. 10 gündür gedir gəlir, kağızı yazdırıb başa çıxara bilmir. Nəhayət məlum oldu, xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq ərizə ilə xidmət etdiyi idarəyə verib pul və ərzaq istəyirmiş. Anabacının anlada bilmədiyi məsələ bundan ibarət imiş. Deməli, işlədiyi yerdən pul və ərzaq istəyirdi ki, bu xəstədir. Vəsiqəni və ərizəni yazdım, razı qaldılar. Evə dönərkən anabacı qızğın dualarla məni qapıya qədər ötürdü. Xəstə oğluna sərf etmək üçün ovucuna bir qədər pul bastım. Almırdı, zor güclə qəbul etdirdim. O, utancaq və titrək səslə, "Yaman gün görməyəsən oğlum. İnşallah mən bu xəcalətindən çıxaram." Doğrudan da əsərin sonunda müəllifin ona verdiyi pulun qarşılığında bu da ona hədiyyə edir. Biz ayrıldıq, lakin onun buraxmış olduğu xatirə zehnimdən silinmədi, qəlbimdə yaşadı. Onu hər gün xatırlayırdım. Bu hadisədən 4 ay keçdi. Nədənsə qəlbimdə o məsum qocanı görmək, onunla danışmaq arzusu gündən günə artdı. Məşğələyə gedəndə ya evə dönəndə daim gözlərim küçələrdə onu axtarırdı. Günortadan sonra indi qapı yavaşca açıldı. İçəri qoca, zəif bir vücud girdi. Bir də gördüm anabacıdır. O saat yerimdən sıçradım. Görüşdük, oturduq, danışdıq. Söhbətimiz çox uzandı. Sonra çarşabı altından bir corab çıxarıb, "Al, bunu sənin üçün toxumuşam" dedi. Corabı alıb, "Sağ ol nənə, qış gəlib, soyuqlar düşüb. Görünür məni unutmamısınız" deyincə məğrur bir səslə, "Bir şey deyil, özüm toxumuşam" dedi. "Özünüz toxuduğunuz üçün qiymətlidir." Biraz sonra qoca və düşkün qadın əl tutmaq məqsədi ilə mən ona yenə pul vermək istədim. Yəni ikinci dəfə pul vermək istəyir. Amma qadın dik-dik üzümə baxdı. "Bu nədir? Mən bunu sənə satmaq üçün gətirməmişəm. Onun üçün bazar var. Bunu sənə bəxşiş gətirmişəm." Deməli, biz buradan belə ehtimal çıxara bilərik ki, qadın bazarda corab da satır. Deyə əllərini çarşabın altından bir-birinə sıxaraq saxladı. Deməli, əlini sıxması onun nə qədər məğrur bir qadın olduğunu göstərirdi, qürurlu bir qadın olduğunu göstərirdi. O bu sözləri deyərkən gözlərində ildırımlar ta qəlbinin içində parlayan kimi oldu. Yoxsul, miskin, bildiyim bu qarının bu qədər qəhər, hiddət qarşısında bir ixtiyar
əllər titrədi. Hər zaman hüzün iztirabla məni yaralayan bu miskin qadın bu dəfə məğrurluğu ilə məni qorxutdu. Bir daha üzünə baxdım. Bu dəfə üzünə qəhər hiddət qığılcımlarının yerinə vəzifələrini bitirmiş olanlara məxsus qürur rəngi çökmüşdü. Gözlərinin baxışı, ziyası, qəlbinin rahat-rahat döyündüyünü göstərdi. Heç bir zaman görmədiyim bu rəng, bu işıq nədən doğmuşdu? Mən indi yalnız bunu düşünür, bu sirri kəşf etməyə çalışırdım. Birdən-birə ana-bacının səsi qulağımda təkrar səsləndi. Oğlum, sənə isti köynək toxumaq istəyirdim. Kasıblığın üzü qara olsun. Yunum çatmadı. Mənim üçün bu da çoxdur, nənəcan dedim. Deməli, kasıb idi. Qadın buna daha yaxşı bir hədiyyə vermək istəyirdi köynək, amma pula görə verə bilmir. Yox oğlum dedi. Üzündəki, gözlərindəki o rəng dərhal insafsız bir əl tərəfindən silinmiş kimi oldu. Çöhrəsi rəngdən rəngə girən qadının bu halları indi mənə bir şeylər xatırlatdı. Bir də çox köhnə dastanları anladırdı. Köhnə nəslin son qəhrəmanı olan bu qadın hələ qarşımda oturmuş, mənə meydan oxuyur, həm də ata-babadan qalma keçmiş əxlaq səciyyələrini, bütün hal və hərəkətlərini mənə anladırdı. Deməli, sanki mənə deyir, keçmişi yaşadırdı. Artıq yarım əsr əvvəlin canlı tarixi olan bu qadın, 60 yaşı vardı, axı bir əsr 100 ildir, yarım əsr deyir buna. Daha böyümüş, daha canlanmış, sanki mənə yoxsul olsam da qəlbim genişdir, ruhum ucadır demək istəyirdi. Çox gözəl, bunu mən etiraf edirəm. Lakin, ey yüksək qadın, söylə, 60 illik səfil bir həyatın, sənə yükləmiş olduğu ağır yüklər belini bükmüş, gözlərinin nurunu almış, dizlərini taqətsiz etmiş olduğu halda, necə olmuş ki, qəlbinə, ruhuna toxunmamışdır, sən mənə bunu anlat. Deməli, epik növdə hekayədir. Yoxsulluq, səfalət içində yaşamış insanlar, onların həyat mübarizəsi haqqında danışırdı. Şərəf və ləyaqəti hər şeydən uca tutulması mətnin əsas ideyasıdır. Savadsız insanların öz şikayətlərini ifadə edə bilməməsi əsərin problemidir. 1923-cü ildə yazılmış Ana-bacı realda tanıyırdı müəllif. Deməli, portretini gətirmişdir real bir insanın. Müəllifin oğlu tanınmış ədəbiyyatşünas Kamal Talıbzadə yazır ki, bizim evə gedib gələn nənəm Mehri xanımla dostluq edən Nənə xanım adlı bir qoca vardı. Qara, köhnə çarşaba bürünüb gəzərdi. O atamla təsadüfən küçədə qarşılaşır, yəni real olan hadisədir. Bir xahişini yerinə yetirmək üçün qarını evə gətirdi. Uçurumda olan bu ailənin fəlakətdən xilas etdi. Bu hadisə Ana-bacı əsərinin yazılmasına səbəb oldu. Qoca qadın yaxşılıq əvəzi hədiyyə olaraq yun corab gətirdi. Atası zəhmət haqqı təqdim edəndə qoca qəzəblə qarşılayır. Qadının etirazı o qədər güclü olur ki, yazıcının qələmə müraciət etməyi vadar edir. 60 il səfil həyatı keçirmiş bir qadından onun yaşam mübarizəsindən danışır. Əsər qadın azadlıq mövzusunda yazılan portret bir hekayədir. Vahid süjet xəttinə malikdir. Birinci şəxsin dilindən danışırdı. Burada çünki müəllif obraz səviyyəsinə qalxırdı. Hekayədə yaşlı qadın oğlana kağız oxumasının təsviri ilə başlayır. Daha sonra ana-bacı baş qəhrəmandır, yaşlı qadındır. Həyat onun belini bükmüşdü. Dizlərini taqətdən salsa da onun ruhuna toxunmamışdı. Ana-bacının timsalında ləyaqətli adamlar təmsil edirdi. Mənlik, şərəf, ləyaqət hissini qoruyub saxlayırdı. Daha sonra savadsız bir obraz idi, müsbət bir obraz idi, namuslu və qeyrətli idi, bir sözü başa sala bilmirdi, idarəyə ərizə yazıb, pul, ərzaq istəyirdi, ana-bacı xəstə oğlu ilə bircə 6 nəfər adama baxır, oğlu xəstə, qızdırmadan rəngi qaçmışdı. Bir müddət sonra qadın oğlana corab toxuyur, əlindəki corab yerinə köynək toxumaq istədiyini, lakin ipinin çatmadığını deyir. Yoxsul olsam da qəlbim geniş, ruhum ucadır, qadının sözləri kimi verilmişdi. Əsərin izahı bu qədər. Sağ olun, salamat qalın.